İbn Qayyim rahimehullah deyir ki, qulun ən yaxşı günü hansı gündür? Var deyəcəklər ki, mənim ailə qurduğum gün, məsələn, biri. Digər insanlar deyəcəklər ki, evladım olduğu gün. Sevinəcək günlər dolayı, elə deyil mi? Digərlər deyəcək, universitetə daxil olduğum gün. Digərlər deyəcək, maşın aldığım gün. Və s. və əl-axır bu cürlə cavablar. İbn Qayyim rahimehullah buyurur ki, qulun deyir, ən yaxşı günü onun bağışlandığı gün. Subhanallah. O qul ki, həmin gün bağışlanırsa Allah tərəfindən, onun ən yaxşı günü olur. Bilirsiniz nəyə görə? Bağışlandısa, ola bilsin ki, həmin məqamda Allah ölüm mələyini ona göndərdirsə, ölən kimi cənnətə gedəcək. Ona görə Allah subhanət hələ nə deyir onlar üçün? Qeybdə deyir, gizlidə deyir, Allahdan qorxanlar üçün bağışlanma var. Allahdan qorxanlar üçün. Bağışlanma nə demək? Allah səni bütünlüklə bağışlayıb. Bağışlanmadan sonra nə gəlir? Cənnət gəlir. Fikir verirsiniz, Allah'a.